Qədim bir sir dolaşır bu uğultunun içində. Bu ritmin nəfəsidir. Bu ritm ululardan keçən, dünyanı gəzən, amma kökünə sadiq qalan bir ömür hekayəsidir. Bu səs sazın sinəsində yanan aşıq taliyidir. Natiq Şirinovun musiqi səltənətinin kökü qədim Göyçədən boyatıb, saza könül verən, sözü müqəddəs bilən ulu babası Aşıq Şirin, babası Aşıq İdrisin qanını daşıyır çünki. Musiqiçi, eyni zamanda riyaziyyatçı olan atasından əxs etdikləri ilə sənət sevdasına düşüb o. Atası Bahadur müəllimin riyazi düşüncəsi məşqlərdə səbrə, ritmdə sabitliyə, səhnədə güvənə çevrilib və nəticədə oğul ritmə hökm etməyi öyrənib. Vur, vur, vur Qarabağcım! 7 yaşındaykən ustadı Azər Əliyev nağaranın sirlərini öyrədəndə Natiq artıq hiss edirdi ki, bu alət sadəcə müşahidə üçün deyil, danışmaq üçün də həm də. 30 il əvvəl nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq məqsədi ilə Natiq ritm qrupunu quraraq öz məktəbini yaratdı. Zaman keçdikcə axtarışlar genişləndi. Ritm başqa dillərdə danışmağa başladı. Moskva şəhərində ustadı Ali Kahandan Hind aləti tablanın dərinliklərini öyrəndi. Sənətinin texniki əsaslarını daha da möhkəmləndirdi. Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etdi. Dünyada ilk dəfə nağaranı solo konsert səhnəsinə çıxaran da o oldu. Bu qədim alətin səsini tək başına bir orkestr gücünə çevirən sənətkar kimi. Nağara Natiqin barmaqlarında dünya səhnəsində tüğyan edirdi. Natiq Şirinov sənət dünyasında inqilab edərək 15 nağara növünün müəllifi oldu. O, bu sənət meydanında cığır açdı. Natiq Şirinovun oğlu Ümid atasının yolu ilə addımlayan, onun ritmində böyüyüb püxtələşən nadir istedaddı. 2012-ci ilin mayın 22-sində Bakıda keçirilən Avroviziya müsabiqəsinin yarım finalında qədim Azərbaycan musiqi mədəniyyətini təmsil edən Qavaldaş ilk dəfə səhnəyə çıxarıldı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin mədəniyyətə, incəsənətə və sənətkarlara göstərdiyi xüsusi diqqət, eləcə də birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi naminə gördüyü əvəzsiz işlər Natiq Şirinovun yaradıcılıq yolunda mənəvi dayaq, sənət taleyində isə böyük rolu olmuşdu. Onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi misilsiz tövhələr ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Bu yüksək qiymətin nəticəsi olaraq o, 2007-ci ildə əməkdar artist adını qazanıb. Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə həsr olunmuş möhtəşəm gecə sənətkarın yaradıcılıq salnaməsində daha bir unudulmaz hadisə ilə yadda qaldı. O, xalq artisti fəxri adına layiq görülərək milli musiqi mədəniyyətimizin ən yüksək zirvələrindən birinə ucaldı. Natiq Şirinov nağara sənətində yeganə xalq artisti fəxri adını daşıyan sənətkar kimi Azərbaycan musiqi tarixində özünə məxsus yer tutur. 50 ilin ritmi bugün daha güclü, daha mübariz, daha inamlı, qətiyyətli səslənir. Çünki bu səsin arxasında bir ömürlük zəfər dayanır. Sənətkarın pişvazına gələnlər, sevginizi alqışa çevirin, ruhunuzu ritmin sehrinə təslim edin. Bu coşqu onun üçündür. Xalq artisti Natiq Şirinov huzurunuzdadır.